Salam əziz müəllimlər və şagirdlər, hər birinizi xoş gördük. Necəsiz? İnşallah ki, yaxşı olarsınız. Bu günlər sizlərlə 11-ci sinif dərsliyindən maqnit sahəsinin cəryanlı naqilə təsiri, amper qüvvəsi mövzu izahı ilə qarşınızdayıq. Belə ki, ilk öncə 9-cu sinif dərsliyindən bimaqnit induksiyasının təyini və amper qüvvəsinin tapılması qaydası ilə qısa bir xatırlatma edək. Belə ki, bimaqnit induksiyası sağ yerli vurğu və yaxud sağ əl qaydasına əsasən təyin edə bilərik. Belə ki, sağ əl qaydasında bizim baş barmağımız cəryan istiqamətində, 4 barmağın daxil olduğu hissə X, çıxdığı hissə isə nöqtə olmuş olacaqdır. Amper qüvvəsinin düsturu IBS sinus alfadır. B və V arasındakı bucaq 90 dərəcə olarsa, bu zaman amper qüvvəsi maksimal qiymətini almış olacaqdır. Amper qüvvəsini biz sol əl qaydasına əsasən təyin edirik. Əlimizi ilə tuturuq ki, B maqnit induksiya vektoru ovucumuza daxil olsun. Bu halda 4 barmaq cəryan, baş barmaq isə bizə amper qüvvəsinin istiqamətini vermiş olacaqdır. Deməli, burada cəryanlı naqillərdən danışılır. Cəryanlı naqillər amperin 1820-ci ildə verdiyi qaydaya əsasən, əgər cəryanlı naqillərimiz eyni istiqamətli olarlarsa, mütləq şəkildə bir-birlərini cəzb etmiş olarlar. Əgər əks olurlarsa, mütləq şəkildə bir-birlərini itələmiş olarlar. Amper qüvvəsinin düsturu IBE sinus alfadır və dedik ki, sinus 90 dərəcədə bir qiymətini aldığına görə amper qüvvəsi maksimal qiymətini alır. Belə ki, qüvvənin xarakteristikası olan maqnit sahəsinin induksiyası, yəni B bərabərdir F bölünsün I vurulsun L şəklində ifadə olunmuş olur. Əksində, belə deyək, B maqnit induksiyası skalyar kəmiyyətdir, nə də ki, vektorial kəmiyyətdir, yəni psevdovektor. Psevdovektordur, biz ona istiqaməti şərti olaraq veririk, ona görə vektorial olaraq kitablarda qeyd olunur, amma düzgünlüyünə baxdıqda psevdovektordur, yəni yalançı vektordur. Biz burada B-nin vahidini təyin etsək, 1 Newton bölünsün amper vurulsun metr, bu da 1 Teslaya bərabər olmuş olacaqdır. Və maqnit induksiyasının vektorun istiqaməti olaraq maqnit sahəsində sərbəst dönə bilən maqnit əqrəbinin şimal qütbünün yönəldiyi istiqamət götürülmüş olacaqdır. Digər ifadə ilə desək, deyə bilərik ki, B maqnit induksiyası N-dən çıxır, S-ə doğru daxil olmuş olacaqdır. Davam edirəm. 1 Tesla nədir? 1 Tesla elə bircins maqnit sahəsinin induksiyasıdır ki, bu sahə maqnit induksiya xəttlərinə perpendikulyar yerləşən 1 metr uzunluqlu naqildən şiddəti 1 amper olan cəryan keçdikdə ona 1 Newton qüvvə ilə təsir etmiş olsun. Və hər bir nöqtəsində B-nin qiymət və istiqaməti eyni olan sahə bircins maqnit sahəsi adlanır. Yadınıza salsaq, elektrik bölməsində bircins və qeyri-bircins olurdu sahənin intensivliyi. Əgər bircins sahənin intensivliyindən söhbət gedirsə, deyirdik ki, sahənin intensivliyi, yəni Y, qiymət və istiqamət eynidir. Burada dilə bircins maqnit sahəsi dedikdə, B-nin qiymət və istiqaməti eyni olan sahə nəzərdə tutulmuş olur. Daha sonra maqnit sahəsi üçün superpozisiya prinsipi ödənilir. Əgər maqnit sahəsinin bir neçə cəryanlı naqil yaradırsa, sahənin yekun induksiyası vektoru ayrı-ayrı cəryanlı naqillərin yaratdığı maqnit sahələrin induksiya vektorlarının həndəsi cəminə bərabər olmuş olacaqdır. Və biz maqnit sahəsinin əyani təsəvvür etmək üçün maqnitin induksiya xəttlərindən istifadə olunur. Burada diqqət etsəz, hər biri N-dən çıxır, şimaldan S-ə, cənuba daxil olmuş olacaqdır. Və deyirik ki, maqnit sahəsinin induksiya xəttləri hər bir nöqtəsinə çəkilən, toxunan, həmin nöqtədə maqnit induksiya vektoru ilə üst-üstə düşən xəttlərdir. Və maqnit induksiya xəttləri qapalıdır, onların nə başlanğıcı, nə də ki, sonu yoxdur. Qüvvə xəttləri qapalı olan sahəyə burulğanlı sahə deyilir və amper qüvvəsinin elektrik ölçü cihazlarının tətbiqləri haqqında məlumat verilibdir. Deməli, ilk öncə
maqnitoelektrik sistemli cihazın iş prinsipi ölçülən cərəyanın keçirici çərçivədən keçməsi nəticəsində onun yaratdığı maqnit sahəsi ilə sabit maqnitin qarşılıqlı təsirinə əsaslanmış olur. Deməli dedik ki, maqnitoelektrik sistemli cihazın iş prinsipi ilə ölçülən cərəyanın keçirici çərçivədən keçməsi nəticəsində onun yaratdığı maqnit sahəsi ilə sabit maqnitin qarşılıqlı təsirinə əsaslanmış olur. Belə ki, elektromaqnit sistemli cihazın iş prinsipi ölçülən cərəyanın sarğasından keçməsi nəticəsində onun yaratdığı maqnit sahəsinin bu sahədə yerləşən polad isliklə qarşılıqlı təsirinə əsaslanmış olacaqdır. Elektromaqnitdən danışdıq və elektrodinamik sistemə gəldikdə isə elektrodinamik sistemin cihazın iş prinsipi ölçülən cərəyanın tərpənməz sarğac və onun içərisinə fırladıla bilən sarğacdan keçdikdə onların yaratdığı maqnit sahələrinin qarşılıqlı təsirinə əsaslanmış olur. Davam edirəm araşdırma 2 olan hissəmizlə. Belə ki, şəkildə təsvirlərə əsasən məsələni qurun və həll edin. Deməli, biz dedik ki, sual qaydasına əsasən N-dən S-ə doğru gələn B maqnit induksiya vektorları ovucumuza doğru daxil olunmuş olur. Bu zaman 4 barmağımızı biz özümüz gördüksə, onda baş barmağımız bizə amper qüvvəsinin istiqamətini vermiş olacaqdır. Deməli, burada 2 nömrəli sualımızda bizə qüvvə verilib. Qüvvə bilirik ki, baş barmağımızı qüvvə istiqamətində gətirdik. N-dən S-ə doğru gələn B maqnit induksiya vektorları ovucumuza daxil olmalıdır. Bu halda 4 barmağımız vərəqi sanki deşir, yəni bizdən getmiş olur. Bu X forması deməkdir, yəni cərəyan X formasındadır bizdən. 3 nömrəli sualımıza gəldikdə, 3 nömrəli sualımızda deyirik ki, X-dırsa 4 barmağımız vərəqi deşir. B maqnit induksiya vektoru N-dən S-ə doğru ovucumuza daxil olur. Bu halda baş barmağımız sağa doğru yönələrək bizə amper qüvvəsinin istiqamətini vermiş olacaqdır. Davam edirəm 4 nömrəli sualımızdan. Belə ki, X-dırsa bizə cərəyanın istiqaməti verilibdir. Cərəyan yuxarıya doğru 4 barmaq istiqamətində. Bu zaman baş barmağımız bizə sol tərəfi göstərmiş olacaqdır. Davam edirəm 5 nömrəli sualımızda bizə maqnit qütbləri verilməyibdir. Sadəcə olaraq X olduğu deyir ki, cərəyan bizdən gedibdir. Bu zaman F bizə qüvvənin istiqamətini verir. Onda deməli N-dən S-ə doğru, yəni bu formada yönəlmiş olacaq ki, B maqnit induksiya vektorları mütləq şəkildə ovucumuza daxil olmuş olsun. Daha sonra hansı hallarda maqnit sahəsi cərəyanına görə təsir etmir, əgər hərəkət etmirsə? Deməli, müəllimlər, artıq bu hissəni də izah etdim. İnşallah növbəti bölməmiz olan maqnit seli elektromaqnit induksiya hadisəsi ilə qarşınızdayam. Əgər dərsimiz sizlər üçün faydalı olursa, kanalımızı bəyənib abunə olmağı unutmayaq.